Değerli Avtoamerika saytının izleyicileri, her birinizi salamlayıram. Bugün yeniden size bir yeni avtomobil tezlikle aksiyonda oynayacak avtomobil təqdim edirik. Buyurub baxa bilərsiniz. Kia K5 GT Line marka modelinde avtomobilimiz gördüğünüz gibi vizual olarak tam sağlam vəziyyətdədir. Arxa stopun yanında yüngül zədə ilə aksiyona çıxarılıb. 2022-ci il 1.6 benzin avtomatik 62 min yol qət edib. Avtomobilimizin zədəsini görürsünüz və yüngül bir dənə stopun yanında zədə var. Biraz geniş şəkildə göstərirəm, baxa bilərsiniz. Qalan indiyə qədər heç bir zədəsi olmayıb. Avtomobil tam yoxlanışdan keçirilib, ideal vəziyyətdədir. 62 min kilometrdə 1.6 benzin avtomatik Polo full versiyasıdır. GT Line onun full versiya, sport full versiyasıdır. Tezliklə aksiyondadır. O yüzden buyurun bizlərə müraciət etmək, avtomobilə sahib olmaq istəyirsinizsə bu avtomobilə bizə müraciət edib avtomobili qısa bir vaxtda sizlər üçün aksiyonda oynayacaqdır, alıb və çatdırılmasını təşkil edə bilərik. Gördüyünüz kimi kilometri öz monitorunda da göstərilir. Qırmızı salondandır. Daha cavanlar bunu çox xoşlayırlar. Avtomobil haqqında qısa informasiya verdim. Dostlar, istədiyiniz avtomobili bildirimdəki bizim vasitəmizlə aksiyonlardan Amerika, Koreya ve Almanya'dan, Avrupa'nın istənilən ülkəsindən əldə etmək şanslarınız var. O yüzden bizlərə Avtoamerika saytı vasitəsilə müraciət edə bilərsiniz və hər birinizin yolunuzu gözləyirik. Ünvanımız Patandart Maşın Bazarı avtosalon yerimiz. Dostlar, hər birinizə bir daha təşəkkürlər. Videoya baxdıqsa bəyənib paylaşmağı unutmayın. Sizlərin yolunuzu gözləyirik. Sağ olun, salamat qalın. Növbəti videolarda növbəti avtomobiller təqdim edəcəyik sizlərə. O yüzden hələlik növbəti videolarda görüşərik. Sağ olun.